16 aprel 2023 9-cu sinifin buraxılış imtahanına düşmüş ingilis dili suallarına baxaq. Birinci suala baxırıq. Artikel sualıdır. Moskov özü artikelini işlənmir. Ona görə B-ni, C-ni çıxıram. D-ni çıxıram. Sonra baxırıq ki, ikinci tərəfə a big city. City sayıldığına görə, a big dediyimə görə, city sayıldığına görə artikel qoymalıyıq. Amma Z artikel qoymaq bir xüsusiyyət yoxdur. E artikel qoymalıyıq. Cavab da C variantı. İkinci sualda biz elə bir sual əvəzliyi qoymalıyıq ki, sual bildirən bir şey qoymalıyıq ki, hər ikisini idarə eləsin, yəni hər ikisini ödəsin. Bir də baxırıq ki, deyir ki, hansı sən işləyərkən hansı aləti işlətdin? Bir də ki, deyir ki, uşağın yol keçməsini nə dayandırdı? Biz də bilirik ki, what həm hansı, həm də nə sualına cavab verir. Ona görə cavab B variantı. Sonra burada cəmiyyət sualıdır. Sayılan cəm olduğuna görə A-nı, C-ni, E-ni çıxıram. Onlardan çünki sonra sayılmayan isim gəlir. D-ni də çıxırıq ki, elotdan sonra heç isim gəlmir. Elotov olsaydı bəlkə düşünə bilərdik. Cavab B variantı. Sonra mübtədə xəbər uzlaşmasıdır. Students cəmdə olduğuna görə biz bura cəm xəbər qoymalıyıq. 3, 4, D variantı. Sonra bilirik ki, in front of-dur. Yəni bu birləşmə olaraqdır. E variantı. Sonra 6-cı suala baxırıq. Burada demək bağlayıcı sualdır. Deyir ki, o öz yerindədir. Çünki o soyuqlayıbdır. B variantı. 7-ci sualda compound nouns, yəni mürəkkəb isimlər istəyir. Painkiller ağrı kesicidir. Painkiller. Bu düzdür, bir düzdür. Underground da düzdür, çünki underground 2. Tsunami xeyr, 3'ləri çıxıram. Bir dəqiqə, 3 çıxdım. Sonra 1, 2 olmalıdır. 4, Selection'daki düzəltmədir, ona görə səhvdir. Selection zaten yoxdur, düzəltmədir. STD membership, oradakı ship şəkilsizdə, yəni cəm mənasını vermədiyinə görə çıxırıq. A variantı, cavab B variantı. Sonra baxırıq. Someone qoya bilmərik, çünki someone təsdiqdə işlənir. Not var, inkardır. A-nı çıxıram. B qalır, hələlik. C qalır, hələlik. 2 inkar bir cümlədə işlənməz. Dediyim kimi, yenə təsdiqdirsam, notla işlənməz. Sonra baxırıq B ilə C arasında. B-nin çıxmamızın səbəbi odur ki, N-dən sonra isim gəlir. Ona görə belə getdi. Deyir ki, evin içində heç kəs yox idi. Ev boş idi. Ona görə cavab C idi. Sonra toilet tu ilə işlənənlər içinə daxil olduğuna görə A-nı, C-ni bunları saxladıq. Make-dən sonra da bilirik ki, sadə forma gəlməlidir. Learneddir, learns'dır. Şəxsə görə dəyişibdir. Cavab D variantı. 10-cu suala baxırıq. 10-cu sualda has become demək A variantı düzdür. Yox, A variantı səhvdir. Çünki become keçmiş zamandadır. İkinci səhvdə today var. Ona görə səhvdir. B düzdür. C'də səhvdir ki, burada ego var. Ego varsa iz işlənməz də. C də səhvdir. D-də də həmçinin iz var. E-də də səhvdir ki, keçmiş zaman olmalıdır. Cavab B variantı. Çünki zaman uzlaşmaya bilər, amma today var. Today olduğu zaman da burada today olduğuna görə həd işlənə bilir. B variantı. Sonra hədin tusu yoxdur. Will'in B'si yoxdur. Should'un tus olmur. C variantı səhvdir ki, zamana görə uzlaşmır. Çünki come varsa keçmişdir. Must'dakı keçmiş zamanda işlənmir. Cavab da B variantı. Demək. Bir düzdür. 2 səhvdir ki, woman keçiyindən dəyişəndir. Apostrof olmalıdır. S apostrof yox. 2'ləri çıxıram.
correct deyir, hə düzdür. 3-də səhvdir ki, if-dən sonra cəm isim olmalıdır. Yəni s apostrof olmalıdır. Apostrof s yox. 3-də çıxdım. E variant. E variant. Demək passive voice. Passive voice-da harmonla başladığına görə A-nı çıxıram. Çünki dediyimiz kimi mübtədə birbaşa gələ bilməz. O zaman passive olmur. Sonra baxırıq ki, əsas feilimiz discovered. Discovered keçmiş zamandadır. B-ni çıxıram, is gəlibdir. Yəni indiki zamandır. C qalır hələlik. D-də has been var. Has been yuxarıda has yoxdursa has been olaraq gətirə bilmərik. E-də də ki, səhvdir ki, was-la bin işlənməz. Cavabdakı C variantı. Sonra deyir ki, yenə swapped qaydası. Swapped. Hər dəfə izah eləyək. Subject mübtədəmiz, verb xəbərimiz, o objektimiz, yəni tamamlığımız, p place yer, t time zaman. Demək deyir ki this cost a lot of money dayanın. 2, 5 6, 2, 5 olmalıdır. Bir dəqiqə. 3, 1, 4 cavab D variantıdır. İlk öncə deyim. This project cost us a lot of money. Biz a lot of money'də görürük ki, orada bir birləşmə var. Onu birləşdirəcəyik. Bunlar çıxdıq. B ilə D qalır. Tamamlığımızı niyə başda işlədək? Ona görə B variantı çıxırıq. Cavab da D variantı. Suala baxırıq. 15-ci sualda da sifət sualıdır. In the world varsa üstünlük dərəcəsində olmalıdır. A variantı müqayisədir. B variantı adidir. C variantı səhvdir ki, great most çox hecalar işlənir. D variantı düzdür. E variantı səhvdir ki, isimimiz var. İsimimiz varsa artikel olmalıdır. Yəni ona görə cavab E yox, D variantı açdım. Sonra 16-cı suala baxırıq. Sell satmaq, servə xidmət etmək. Sale-də başçılıq eləməkdə demək 1-ə B, 2-yə A, 3-ə də C. 1-ə B, 2-yə A, 3-ə də C. Demək E variantı.